Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Müəllimlər Birliyi Tədris Mərkəzinin informatika müəllimi Əliyeva Şəbnəm. Uşaqlar, biz bu gün dərsindən belə bir maraqlı sualın izahına baxacağıq Python proqramlaşdırma dilində. Deyilir ki, klaviaturadan 30 daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Deməli, uşaqlar, biz ilkin dərslərimizdə qeyd etmişdik ki, input klaviaturadan daxil edilən hər bir şeyi sətrə çevirir. Yəni, sətrə çevrilmiş hər bir ədədin də öz dəyərini itirir. Məsələn, dırnaq içərisində artıq mən 30 yazanda A dəyişəninə qiymət mənimsədiləndə artıq bu ədəd kimi öz dəyərini itirib. Simvol yığınından bunun heç bir fərqi olmur. Və B dəyişəninə isə proqram mənimsədib default dəyər kimi 2. C dəyişəninə isə deyilir ki, B vurulsun A. Biz qaydalar keçmişdik ki, Python proqramlaşdırma dilində sətirlə sətri toplamaq olur və sətri tama vurmaq olur. Burada isə bizə sətri tam ədədin sətrə vurulmasından söhbət açılır. Tam ədədimiz 2-dir. Düsturda yerinə qoysaq, vurulsun sətrimiz neçədir? Dırnaq içərisində 30. Tam ədədi sətrə vuranda tam ədədin sayı qədər sətirlər təkrarlanır. Deməli, dırnaq içərisində bu formada qeyd olunacaq C dəyişəninin qiyməti. Və print hissəsində isə deyir A plus C. Uşaqlar, proqram default dəyər kimi A dəyişəninə mənimsədib dırnaq içərisində 30. Plus C dəyişəninə isə indicə tapdıq ki, dırnaq içərisində bu formada. Sətirlə sətri toplayanda da sətirlər yanaşı yazılır. Deməli, cavabımız olacaq bu. C bəndi. Onlayn informatika dərslərinə qoşulmaq üçün YouTube səhifəmizdə qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz.